Gültəkin Hacıbəyli çoxları elə bilir ki, Türkiyədə gətirilibdir, Azərbaycandadır və Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindədir. Əslində elə deyil, özü də yazır ki, dostlar, hazırda İstanbulda Arnavutköy geri göndərmə mərkəzində saxlanıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kiraya qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə onu da qeyd edim ki, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Xüsusi olaraq onu da ayrıca vurğulayım ki, burada olduğu müddətdə heç vaxt heç bir qayda pozuntusuna yol verməmişəm. Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib, Azərbaycana göndərməkdən ötürü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan, kamu güvənliyinə təhlükə yaradan, xarici terrorçulara verilən G82 maddəsi tətbiq edilərək burada saxlayıblar və Azərbaycana təhvil verilməm üçün hazırlıqlar gedir. Bildirirəm ki, bununla bağlı təcili qaydada Avropa məhkəməsinə müraciət edilib. Eyni zamanda vəkilin vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək. Mən buradan Türkiyə hakimiyyətinə müraciət edirəm ki, Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd belə qanunsuz qərar verməkdən çəkinin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkili olmuşam. Azərbaycan müxalifətinin liderlərindən biri kimi hər zaman demokratik, dinc və sivil mübarizə tərəfdarı olmuşam. Bir daha bildirirəm ki, bu günə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bugün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan G82 ilə xarici terrorçu kimi Türkiyədən deportasiya etmək yol verilməzdir. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm. Əgər bu baş verərsə, məsələ təkcə mənə qarşı haqsızlıq olmayacaq. Bu həm də Azərbaycan müxalifətinə qarşı bugün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək vermək anlamına gələcək. Sonda onu da vurğulayım ki, mən Azərbaycana deportasiya ediləcəyim halda saxta ittihamla şərlənib həbs olunacağam. Ona görə də Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə çağırıram. Gültəkin Hacıbəyli şəxsi Facebook hesabında yazıb. Sizcə, əziz dostlar, Türkiyə Gültəkin Hacıbəylini Azərbaycana verəcəkmi? Çoxları yazır ki, çox üzülürəm Gültəkin xanıma qarşı haqsızlığa xanım Şahbazova yazır. Təəssüf ki, əlimizdən heç nə gəlmir, Allah özü qorusun. Və əziz dostlar, bir nəfər də yazır, Müsavat.com paylaşımında bildirilir ki, dostlar, Gültəkin Hacıbəyli qısa zamanda cəmi 2 il ərzində oturum əldə etmək üçün 320.000 dollarlıq əmlak alıb. Paylaşımda bu ifadələr yer alıb. Deyəsən,
bəzi oturumlar sadəcə oturmaq üçün deyil, rahat oturmaq üçündür. Həyat belədir. 1-2 illik oturum almaq üçün növbəyə dayanır. Digər isə növbənin özünü alır. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirə olunsa da iddianı təsdiqləyən rəsmi sənəd və ya açıqlama yoxdur. Gültəkin Hacıbəyli 1973-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 2010-2015-ci illərdə deputat olub. Parlamentdə İnsan Hüquqları və Dövlət Quruculuq komitələrində fəaliyyət göstərib. Son illərdə müxalifətçi mövqedə çıxışları ilə tanınıb. Kütləvi informasiya vasitələrində daha əvvəl də milyonluq mülklərə sahib olması barədə iddialar yayılıb. Belə əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar verilişi bəyənin, paylaşın, kanala abunə olmağı unutmayın və çoxlu rəylərimiz var idi. Söhbət müsavatdan düşmüşkən dostlar, Rauf Arifoğlu ilə 2 dəqiqəlik bir video var. Sərdar Cəlaloğlu. Məsələn, bunların Rauf Arifoğlu'dan Sərdar Cəlaloğlu'ya sərt sözlər var. Bunu da izləyən dostlar. Burada düşüncədən söhbət getmir, burada faktdan söhbət gedir. Fakt ondan ibarətdir ki, İctimai Palatadan Milli Şuraya keçid məsələsi gündəmə çıxanda bir neçə nəfər istefa verib və Milli Şuraya qatılmadığını bəyan edərək tam əks düşərgədə yerləşib, onlardan biri də mənəm. Və buna görə də Sərdar Cəlaloğlu'nun o iddiaları yalandır və mənə elə gəlir ki, qəsdən, dilə-bilə, düzünə qəslə yalan söylüyür. Çünki ilk dəfə deyil mənim haqqımda ağzına və ağlına gələni danışır. Sərdar Cəlaloğlu'nu deyir, əziz dostlar, hara yayıb bunu? Media Türk yayıb. Bütün hal-hazırda ölkə mənim 2019-cu ildə AzLogos saytına verdiyim müsahibədən danışır. O müsahibə 2019-cu ilin 28 sentyabrında Modern Az saytında da gedib. Mən linki tapmadığım üçün məhz oradakı linki yaymışam. Və o link əsasında da bütün ölkə televiziyaları, YouTube kanalları, saytlar, bu barədə danışan siyasətçilər məndən sitat gətirərək danışırlar. Yəni 6 il öncə Milli Şuranın Azərbaycana bir xəyanət layihəsi olması haqqında verdiyim açıqlamalardan danışırlar. Heç şübhəsiz bundan Sərdar Cəlaloğlu'nun da xəbəri olub, amma nəyə görəsə də növbəti dəfə barəmdə yalan iddialar və məlumatlar səsləndirir. Mənim Əli Kərimli ilə, AXC ilə münasibətlərimin pozulmasının səbəbi də onların Milli Şura layihəsinə açıq etiraz etməlidir. Bununla bağlı rəhbərlik etdiyim media quruluşlarında manşet yazıları, reportajlar, özümün köşə yazılarım, digər kişilərə açıqlamalarım mövcuddur və açıq mənbələrdə qalmaqdadır. O cümlədən də son günlər demək olar ki, bütün informasiya kanalları 2019-cu ilin sentyabr ayında hələ Ramiz Mehdiyevin dövlət rəhbərliyində olduğu bir vaxtda verdiyim açıqlamanı yaymaqdadırlar. İstintaqın bugün ortaya çıxartdığı bir sıra detalları mən hələ 6 il əvvəl ortaya atmışam. Belə əziz dostlar, bu da Sərdar Cəlaloğlu'ya qarşı Rauf Arifoğlu'nun səsləndirdiyi tənqidi fikirlər. Görək Sərdar Cəlaloğlu'dan hansı cavablar gələcək.